Bizə lazımdır göbələk supu üçün soğan 2 ədəd, soyulmuş, xırda-xırda doğranmış. 2 diş sarımsaq lazımdır və bu göbələkləri yumaq lazımdır. Sonra bizə lazımdır 2 qaşıq un və qaymaq. İş başladı. Yenə hər gün həsrət qaldığımız yeməyi Zümrüd xanım burada hazırlayır. Müəllim də bu yeməkdən bizə vermir. Amma deyilənə görə bu toyuqlardan istifadə edəcəyik. Bizə də çatacaq. İstifadə olunacaq filelərdən. Ondan görə bilərsiniz. Pomidor supu, növbəti supu pomidor supudur. Pomidor supu üçün bizə lazımdır nə? Göyərtilərdən reyhan, 1 ədəd soğan, 2 diş sarımsaq, yenə bizə lazım olacaq qaymaq, yenə bizə lazım olacaq süd, ondan sonra lazım olacaq rəndələnmiş pomidor. Sezar salatı üçün bizə lazım olacaq çeri pomidor, lazım olacaq iceberg kələmi, suxarik, toyuq filesi və Sezarın sosu. Sos ayrı hazırlanır, digər məhsullar ayrı hazırlanır. Biz indi ev üsulu sos hazırlayacağıq və amma orijinal sosunda tərkibini yazacağıq. Zümrüd xanımın bizə verməyəcəyi yeməyin menüsunda qreçka ilə bərabər toyuq var. Personala bişir, bəli. Söz veribdi ki, amma nə vaxtsa bizə də yemək verəcək. Sizin restoranınızda gələyəlim. Belə, neyniyək? Vermir də Zümrüd xanım bizə yemək. Sezarın necə doğrayır, izah edirəm. Bu fileni marinavat eləyib, bu şəkildə listlərə düzüb, qızardıb, sonra doğramaq olar. Və yaxud əvvəlcədən çiğ şəkildə nazik doğrayırsan. Tam yeməyi hazırlayıb, demək olar ki, yekunlaşdırıb göyərtisini düzəldir. Yenə həsrətlə baxacaq, aparıb verəcək kiməsə. Eşit. İlk öncə quru tavaya soğan və sarımsağımızı əlavə edirik. Yağsız, yəni yağ istifadə olunmur. Duzunu səpirik ki, soğan suyunu bıraksın. Göbələyini qarışdırırıq. Sonra ağzına qapaq qoyacaq ki, suyunu bıraksın. Baxın. Yavaş-yavaş görürsün suyunu. Bunu çək, suyunu görürsən. Göbələk öz suyunu bıraxır. Qapağı yenə qoyacaq, biraz da suyunu bıraksın. Göbələk ölsün. Ondan sonra qapağını qaldıracaq. Tam tavaya yapışıb yana düşəndə ununu əlavə edəcəyik. Sonra qaymağını və südünü.
İkinci yeməyimiz pomidor, içərisində var soğan, sarımsaq, pomidor, biber pastası, tomat pastası, ağ reyhan. Yəni indi bir-bir başlayacağıq hazırlamağa. İlk öncə soğanları əlavə edirik. Tomat pastası, biber pastası və doğranmış pomidorumuzu əlavə elədik. Qatılaşdırmaq üçün azacıq un vururuq. Biraz izləyicilərimizə təəccüblü gələ bilər. Biz böyük porsiya edirik, kollektiv böyükdür. Elə 18 nəfər tələbə var deyə biraz böyük eləyirik.